Bəzən bizə pislik edən insanları bağışlamaq çox çətin gəlir. Düşünürük ki, bağışlasam sanki onların etdiyi səhv unudulacaq. Amma bağışlamaq pisliyi təsdiqləmək deyil. O, azad olmaq deməkdir. Bağışlamamaq içimizdəki nifrəti və ağrını saxlamaq kimidir. O ağrı bizi içərdən yeyir, ruhumuzu zəhərləyir və Allaha yaxınlaşmağımıza mane olur. İsa Məsih Matta 6:14-15-də belə deyir: Əgər başqa insanların təqsirlərini bağışlasanız, səmavi atanız da sizi bağışlayar. Amma siz başqa insanları bağışlamasanız, atanız da sizin təqsirlərinizi bağışlamaz. Bu sözlər bizə göstərir ki, bağışlamaq sadəcə mənəvi bir seçim deyil, imanlı həyatının əsas hissəsidir. Bağışlamadıqca keçmişin yükünü daşıyırıq. Amma bağışladığımız anda həm öz qəlbimiz, həm də ruhumuz yüngülləşir. Çünki bağışlamaq Allaha mən bu ağrını sənə təhvil verirəm deməkdir. Bağışlamaq sənin azad olmağındır. Rəbb bizi bağışladığı kimi biz də başqalarını bağışlamalıyıq. Bu, sülhün, sevginin və həqiqi azadlığın yoludur.